Herkese salam olsun. Bu kanalımdakı ilk fəlsəfi video olacaqdır. Əslində bir neçə vaxt belə bu qərara gəlmək istəyirdim. Mən düşüncələrimi kitab halına gətirdim. Məsələn, kitab halında demək, özümə qeydlər kimi məsəl üçün PDF halında yazırdım. Daha sonra bu da kifayət eləmədi. Artıq video qarşısındayam. Mən əslində düşüncələri qısaca necə desəm, bir zəhər kimi əslində təsvir edirəm. İnsan düşünməyə başladıqca, düşüncə istehsal etməyə başladıqca ilk anlar insana zövq verir. Yəni bir zəhər kimi, şirin bir zəhər içirsən əslində, o sənə dad verir. Ağızda xoşagələn bir təsərrüat yaradır. Ancaq zaman keçdikcə o zəhər artıq özünü büruzə verməyə başlayır və nə vaxt ki zəhər şirinliyi gedir, artıq o əsl zəhər olmağa başlayır və insanı əslində içərdən çürüdür. Bu səbəbdəndir ki, məncə düşünən bir insan üçün, fikirləşməyi sevən, fəlsəfəni sevən insan üçün gərək o düşüncələrini ifraz eləməyə bir yer olsun. Mənim də düşünürəm ki, həm yerim bura ola bilər. Bəzən ara sıra video qarşısına çıxacam. Belə fəlsəfi düşüncələrimi paylaşacağam. Özüm üçün, öz rahatlığım üçün daha doğrusu desəm, önəmlidir. Çünki zaman əslində qabaqlar kitab da mənə fayda verirdi. Artıq kitab da mənə çıxmağa başlayır. Düzdür, zaman yazıram, amma zaman yenə video qarşısına çıxmaq istəyirəm. Həm də düşüncələrimi bir yığcam hala gətirib burada da paylaşmaq üçün. Nəysə, biraz amatörlük hissi olmuş üstümdə. Amma olsun, yəni mən burada özümə qeydlər kimi əslində də paylaşacağam. Burada ara sıra özümdə açıb izləməm üçün. Həm də keçmişə müqayisə edeyim məsəl üçün də. Yəni bir ay sonra açım yenə izləyim və bir ay əvvəlki video ilə müqayisə eləyərək ya da bir ay əvvəlki özümlə müqayisə eləyərək aradakı dəyəri ölçə bilim. Yəni insan öz keçmişi ilə gərək özünü müqayisə eləyə bilsin. Mənim fəlsəfəm budur. Yəni biz gərək özümüzü başqalarıyla müqayisə eləməyək. Özümüzlə müqayisə eləyək ki, bir nəticəyə əldə eləyək. Çünki başqalarıyla müqayisə məncə zərərlidir insan üçün. Niyə? Çünki heç bir zaman başqalarına biz çata bilmərik. Hər zaman bizdən yaxşılar olacaqdır və bu səfər özümüzdə biz o qüsuru axtaracağıq. Bu səbəbdən insan öz-özü ilə müqayisəsi yaxşıdır. Yəni ki, həm dopamin cəhətindən əgər inkişafdasansa, məsəl üçün mən bir ay sonra bu videonu açdım və izlədim. Bir ay əvvəlki düşüncələrimi indiki düşüncəmi müqayisə elədim və aradakı inkişafı görən zaman bu zaman mən artıq o dopamini əldə edirəm və özümdə bu inkişaf hissi ilə əslində daha da tərəqqimi qoymağa çalışıram. Yəni ki, məncə daha faydalısı insanın özü ilə müqayisəsidir, başqası ilə yox. Çünki insan bu zaman öz inkişafını hiss edir və artıq günah axtarmırsan, bir bəhanə axtarmırsan. Çünki artıq günah səndə olduğunu bilirsən. Çünki bir ay məsələn öz müqayisə edirsən əvvəl halı ilə. Bu səfər suçun səndə olduğunu bilirsən ki, yəni ki, mən çalışmadım. Əgər inkişaf eləməmişəmsə, mənim günahımdır, mən çalışmadım. Ancaq başqası ilə insan müqayisə elədiyi zaman, bu zaman öz biraz da eybini örtmək üçün başqasına əslində biraz öz-özlüyündə susatmağa çalışır ki, yəni əslində onlar ədalətsizlik edirlər, onlar ədalətsizliklə belə məndən qabaqdadılar, ya başqa bir işdir, mənim şansım yoxdur, onların şansı var. Nəysə, çox uzatdım, amma ən sağlam təri insan öz-özü ilə müqayisə eləməyidir. Əgər həqiqətən inkişaf eləmək istəyirsə insan. Biraz həqiqətən mənim əsas necə desəm üzərində durduğum prizmadan mən danışmaq istəyirəm. Əsas prinsip. Ontologiya insanın varlıq
öz varlığının mahiyyətinə varıb bunun arayışına çıxması, ontologiyası. Yəni biz nəyik, kimik, hardan gəlmişik və burada işimiz nədir? Bu suallarla da çox özümü əslində bir növ yoruram, amma bir tarix boyu necə desəm, iki dənə əsas sual var. İnsan bu qədər ağlını qurcalayan, insanın təkamülündə, bu qədər insan təkamülündə iki əsas sual var ki, insanlar bu iki əsas sualı bilmək istəyirlər. Yəni buna görə də insanlar fərqli-fərqli cürbəcə ideologiyalar əslində müraciət edirlər. Birincisi, biləcəyiniz üzrə biz niyə burdayıq? Yəni hardan gəlmişik daha doğrusu, niyə burdayıq? Teologiyalar bunu açıqlamağa çalışır ki, insanın burada olması, ümumiyyətlə bütün canlıların, yaşayan canlıların burada olmasının səbəbi Tanrının məhz özüdür. Tanrı istəyi ilə əslində burdayıq və bu əslində insanı birbaşa cavabını verən bir şeydir. Yəni orada açıq qapı qalmır əslində. Daha sən çox dərinə inmək istəmirsən. Yəni mən niyə burdayam? Tanrı öləndən sonra hara gedəcəm? Tanrı bəs burada nə edirəm? Tanrı hər şeyin cavabı axır əvvəl Tanrıya bağlanır. Əslində bu insanın biraz da daha asan cavaba qaçmasıdır indi. Yəni ancaq başqa bir nəzərdən də yaxınlaşsaz, mən niyə burdayam sualına məsəl üçün artıq bu səhrada bir gölməçə axtarmaq kimi bir şeydir. Çünki çox ucu bucağı olmayan siz özünüzə sualları ünvanlandıra bilərsiniz. Nə sərhəd var, nə bir şey. Və ortada konkret bir cavab da yoxdur. Yəni deyə bilərsiniz təsadüfdür, deyə bilərsiniz ya Tanrıdan da başqa bir ilahi bir varlıq var. Ya ilahi bir varlıq olmasına gərək yoxdur. Tanrı yoxdur, amma başqa bir maddədən qeyri bir varlıq var. Ya maddənin özü olan bir varlıq var. Və bu bir simülyasiya əhatəsini alıb. Bunlar da olar əslində. Amma necə desəm, maddədən qeyri varlıq biz hər zaman Tanrı ilə bunu əlaqələndirməyə çalışmışıq. Yəni necə desəm, kainat bütün bunların bizə səbəbkarı kainatın içində olanlar hamısı maddədir. Kainat maddədən qeyridir. Ancaq bizim hələ bildiyimiz kainat, ancaq kainatdan da qeyri olan bir şey varsa Tanrıdır. Bu artıq teizmə gedir daha doğrusu. Tanrının kainatdan xaricində olması artıq teizmdir. Əgər Tanrı kainatın içərisindədirsə, o artıq panteizmə doğru gedir. Hansı ki bütün bunlar, bütün ulduzlar, planetlər, bizlər, bütün canlılar əslində kainatın təcəssümüdür. Kainat ayrıca bir substansiyadır deyək. Yəni kainatın var olması üçün başqa heç nəyə ehtiyac yoxdur. Özü müstəqil bir substansiyadır. Tanrı kimi, məsələn, ən asan yolu Tanrı deməkdir, keçməkdir. Olar, əslində olar Tanrı, ancaq Tanrı təfəkkürü insan formalaşdırmalıdır. Yəni bu necə bir Tanrı olmalıdır? Məsəl üçün teologiyalarda Tanrının bir şəxsiyyəti, personası olur. Əksərən səmavi dinlərdə də bunu çox sıx-sıx görürük. Məsəl üçün Tanrıya müəyyən xarakteristikalar yükləyirik. Məsəl üçün bu şeyi sevir, o şeyi sevmir, bu şeydən ötürü qəzəblənir, bu şeydən ötürü səni mükafatlandırır, səni cəzalandırır. Bir sifəti var Tanrının. Tanrının nə edəcəyi, nə etməyəcəyi bəllidir. İnsan onu formalaşdıra bilir. Tanrının qanunları, Tanrını tanıyırsan bir növ. Tanrını tanıyırıq biz əksər dinlərdə. Bir də var
Deizm, ə, deizmdə isə Tanrını artıq tanımırıq. Tanrı var. Hətta kainat xaricindədir, maddədən qeyri bir varlıqdır və Tanrı ayrıca bir substansiyadır. Ancaq Tanrını o zaman tanımırıq. Bir personası olmur Tanrının. Bir şəxsiyyəti olmur. Nə edəcəyini bilmirsən, nə etdiyini bilmirsən tam olaraq. Sən sadəcə bildiyin, zənn etdiyin tək şey Tanrı Tanrı sadəcə bir biz saatçı kimi bütün bu mexanizmaları, bütün bu sistemi artıq qurubdur. Bütün hər şeyi təkan veribdir və hər şey yaradandan sonra artıq heç nəyə müdaxilə etmir. Yəni ki, teizmdəki kimi Tanrının bir personası yoxdur. Zaten yəni bir şəxsiyyəti yoxdur ki, yəni olmadığı kimi də müdaxilə etmir. Yəni ki, mən sən əlini açsın, dua etdin, ona pənah apardın, ondan bir şey umdun, Filistindəki uşaqlar öldü, yəni insanlar, məsum insanlar qırıldılar, 3-cü Dünya müharibəsi çıxdı, ya dünyaya meteor gəldi, dəydi, dünyanı dağıtdı. Bunlara qarışmır və qarışmamalıdır. Əgər belə bir tanrı varsa, sadəcə o sistemi yaradıbdır və o sistemin xaricindədir. Və bilmirəm, çox vaxtı da təkan heç nəyi idarə artıq etmir. Sadəcə sistemi qurubdur və sistem öz axarında davam edir. Əgər dağılacaqsa sistem dağılır, yox davam edəcəksə davam edir. Bilmirəm, əgər burada bir tanrı bir talih yazırmı yəni bu sistemə, yəni müəyyən bir ömür biçirmi, yəni ki, 1000 il sonra məsələn yer kürəsi, mən deyəlim ki, yer kürəsinə 5 milyard il o ömür biçsə, 5 milyard il sonra yer kürəsi dağılacaqmı? Yox. O əslində bilmirik. Əslində ola bilər. Çünki Tanrı zaten elə bir varlıqdır ki, o belə təyin etməsə belə, bir ömür belə bitməsə belə, yer kürəsinin nə zaman dağılacağını, insanlığın nə zaman məhv olacağını o bilər əslində. O təyin etməsə belə bilir. Çünki hər şeydən qeyri bir varlıq da əslində onu gözəl təsnifləndirə bilməz, amma hər şeydən qeyri, hər şeydən kənar, hər şeydən xaric bir şeyi biz nəzərdə tuturuqsa, o zaman hər şeydən də üstündür və hər şey ona tabedir və o heç nəyə tabedir. O zaman bilməlidir. Bir də dedim ki, insanlar soruşur ki, biz əslində bizim ta Neandertallərdən bəri bu ağlımıza qazınan ki, yəni biz niyə buradayıq? Tamam, Tanrı ya deyək ki, təsadüf ya empirik yollarla ya elmlə izahat verməyə çalışaq. Bir də ikinci ən əsas sual var. Ölümdən sonra nə var? Ölümdən sonra dəqiq şəkildə nə var? İndi yenə teologiya buna, dinlər buna izahat verməyə çalışır ki, ölümdən sonra əslində orada da müəyyən bir təsvir verirlər. Yəni cənnət, cəhənnəm, ya ölümdən sonra bir reinkarnasiya olmaq əslində, yenidən dirilmə. Yəni əslində bura baxsam, bu dünya dinlərə görə bir simulyasiyadır. Cənnət və cəhənnəmin bir simulyasiyasıdır, müvəqqəti. Biz buradan bura simulyasiya edilmişik və bir imtahana çəkilmişik və bu imtahanın nəticələri vasitəsilə biz bu içində yaşadığımız simulyasiyadan gerçəkliyə, reallığa əslində köçəcəyik. Yəni ki, burada bütün yaşadıqlarımız əslində bir yuxu kimi düşünün. Yəni ki, yuxuda siz bir yuxu görürsünüz, əslində heç nə gerçək deyil. Məsəl üçün, gördükləriniz, oradakı toxunduğunuz ya yediyiniz əslində gerçək deyil, ancaq sizə çox gerçəkçi gəlir. Bu da dünyada, məsələn, dinlərə görə belədir də, yəni bütün burada yaşadıqlarımız əslində
Gerçəkliyin sadəcə bir simulyasiyasıdır. O gerçəklik də cənnət və cəhənnəmdir. Belə də var. Məsələn, insanlar min illərlə, hətta desəm, əsas ki, oturaq həyata keçəndən bəri o min il əvvəl əsas da bunların Şumerlərdən əslində də daha çox təsiri var. Daha çox insanlar sivilizasiya, mədəniyyətlər artıq inkişaf etdikcə və insanlar artıq mədəniyyət halında yaşadıqca, oturaq həyat tərzi yaşadıqca, artıq insanlara da müəyyən bir qayda qanunlar lazımdır, müəyyən bir təsvir lazımdır ötəki həyata dair ya indiki həyata dair. Dinlər də burada kömək edir. Məsəl üçün bütün üç səmavi dində cənnət və cəhənnəm təsviri qeyd olunur. Bu Quranda daha çox əslində daha sərt və daha konkret orada qeyd olunur Qurani-Kərimdə. Ola bilər, bu da var. Bir də ki, ölümdən sonra nə var? İkincisi də yenə deyirəm, ya deizm varsa, əgər tanrı varsa, sırf deizm, yəni müdaxilə etməyən tanrı, bütün bu sistemə təkan verən əgər bir tanrı varsa, onun da cənnət cəhənnəm anlayışı olmaya bilər. Yəni ki, öldükdən sonra əslində bir yoxluğa qərq olmaq. Yəni bir növ, necə desəm, doğumdan öncəki hala qayıtmaq. Yəni öldüyünüzün belə fərqinə varmırsınız sadəcə. Yəni ölüm anında bitdi, qurtardı. Ya da heç tanrı da olmasa, əgər elmlə izah etməyə çalışsanız, da yenə əslində yenə öldü, bitdi ola bilər. Çox insana vahiməli gəlir əslində, yəni ki, bu öləndən sonra artıq bir həyatın olmaması, amma əslində biraz insan dərinliyində düşündükcə əslində bunun məsləhətli ola biləcəyi qənaətinə gəlirsən. Çünki doğumdan öncəki halını xatırlamırsan. Zaten sən o vaxt ölü idin. O vaxt sənə necə vahiməli gəlmirdisə, olsa gələ bilməz, heç nə xatırlamırsan, heç nə bilmirsən, heç nədən xəbərdar deyilsən, heç nə yoxdur sənin üçün, mövcud deyilsən. Və indi sən düşünürsən vahiməli gəlir, ancaq öləndən sonra heç bir vahiməsi falan da qalmayacaq, əgər yoxluğa qərq olacaqsansa. Mənim şəxsi düşüncəm əslində belə istərdim. Yəni insanlıq əgər yoxluqdan varlıq qazanıbsa, hamımız əslində bir növ yoxluqdan varlıq qazanmışıq, ya da reinkarnasiya olmuşuq, həmişə var olmuşuq. Məsələn üçün, mən öncəki bədənim əslində xatırlamıram, bəlkə reinkarnasiya olmuşam. Sırf bu yer kürəsində deyil, sırf insan olaraq yox, başqa bir galaktikada, başqa bir planetdə, başqa bir ulduz sistemində məsələn. Ancaq bu belə bir reallıq var ki, əgər reinkarnasiya olmuşamsa belə, mən onu xatırlamıram və mən indi hal-hazırda cari bədənimdəyim və cari bədənimdən əvvəlki halı xatırlamadığım üçün yenə bir o yoxluğa qərq olma söhbəti var. Əgər mən xatırlasaydım, o zaman işlər biraz dəyişə bilərdi. Çünki yəni kim xatırlayır? Məsələn, mən 100 il öncəsini xatırlamıram. Yəni mən orada nə etmişəm, nə etmişəm, nə olubdu 100 il öncə. Bir saniyəsini belə mən bilmirəm. Sadəcə bütün bu bir zaman deyək ki, milyard il keçdi dünyadan. Çünki empirik hesablamalara görə kainatın yaşını 13.8 milyard il hesablayırlar. 13.8 milyard ildir desək əgər, doğrudur desək, 13.8 milyard il yəni sanki elə bir zamandır ki, sən var olmadığın üçün, şuurun da əslində mövcud olmadığı üçün sanki bunların hamısı bir saniyə sıxışmış kimi oldu və sən təvəllüdün nədirsə, o təvəllüd anadan oldun, hətta müəyyən bir yaşa qədər, 2 ya da 3 yaşına qədər heç nəyi yenə xatırlamırsan həyatına dair və ondan sonra artıq şuur özünü dərk edəcək mövqeyə gələndən sonra artıq xatırlama
ətrafında baş verənlərin mahiyyətinə varsın. Yəni insanlığı ən çox məşğul edən iki sual. Bu iki sualdan insanlar müxtəlif dinlər, müxtəlif ideologiyalar, müxtəlif cavablar axtarışında olub müəyyən özlərincə zənnlərə qapılıblar. Özlərincə bir cavab axtarmağa çalışırlar. Çünki insanoğlu özünü dərk etməsi həm ona bir ağırlıq gətirir. Bu sualları özünü ünvanlandırmağa labid olur axır əvvəl. Yəni bir heyvanın bu qədər özünə sual ünvanlandırdığını mən düşünmərəm. Yəni mən niyə burdayam, mən niyə yaranmışam, bəs mən öləndən sonra nə olacaq, halım nə olacaq? Yəni onlar o qədər gələcəyi barəsində narahat olmayan, keçmiş barəsində isə peşman olmayan ya da gileylənməyən varlıqlardır. Sadəcə cari zamanı yaşayırlar. Və bu insan oğlu da həm şüuru ona ağırlıq gətirir həqiqətən bu mövqedə, həm şüuru ona bir mükafat kimi də düşünə bilərik. Yəni bu qədər texnologiya, bu qədər ixtiralar, bu qədər gözəl şeylər baş verir. Ancaq ağırlığı da olur ki, insanoğlu öz varoluş sancılarını çəkə bilir müəyyən bir nöqtədə. Lap hər şey qaydasına getsə belə, bütün naz nemətlərə qovuşsa belə, müəyyən bir rəddədən sonra özünə ontoloji suallar ünvanlandırmağa məcbur olur. Çünki artıq monotonluq da onu əslində yıldırır. Çünki yenə insanoğlu öz monotonluğunu dərk edən yeganə canlılardan biridir. Məsəl üçün, məsəl üçün bizlərlə yaxın olan şempanzeləri nəzərdə tutaq. Məsəl üçün, DNA olaraq mən bunu deyirəm. Məsələn, siz deyə bilərsiniz ki, insanoğluna yaxın deyil, amma DNA olaraq faktiki yaxındır da bizə. Onların da əslində bizim kimi gündəlik rutinləri var. Yəni, Afrikada yaşayırlar. Təhlükələrdən qorunmaq üçün ağacın üstündədirlər. Ağacda meyvə dərib yeyirlər. Bir-birlərinlə sosiallaşırlar. Həyatda qalmaları üçün də vacibdir. Bu bir sosial yerarşi var əslində onlarda. Daha sonra yerə düşürlər, biraz gəzinti, biraz kəşf. Daha sonra gecə olur, ağaca çıxırlar. Və bu döngünü hər gün təkrar edirlər. Ancaq onlar bir dəfə də olsun bu sualı özlərinə vermirlər ki, mən niyə bu hərəkətləri edirəm? Mən bunları niyə edirəm hər gün? Nə mənası var? Amma insanoğlu çox acizdir bu mövqedə. İnsanoğlu bir hərəkəti bir həftə təkrar edirsə, artıq bu hərəkət onu bezdirir. Artıq sual ünvanlayır ki, mən bu hərəkəti niyə edirəm? Niyə etməliyəm? Fərqinə varır çünki. İnsanoğlunun həqiqətən şuur qazanması, bu qədər özünün dərki şuura çatması həm bir tərəfdən ağırlıq verir çox. Həm bir tərəfdən bəlkə də yaxşıdır. Bəlkə də yaxşı deyil. Yəni, düşünün, siz də insanoğlunun şuuru bu qədər inkişaf etməsəydi, sadəcə həyatda qalmağa kifayət edəcək qədər şuur sahibi olsaydı, işlər dəyişərdi. Bəlkə də bu qədər qırğınlar, bu qədər cinayətlər, bu qədər mundarlıqlar törənməzdi. Çünki heç bir heyvan bir-birinə o qədər işgəncə etmir. Heç bir heyvan bir-birindən o qədər kinli deyil, acgöz deyil, tamahkar deyil. Ona yetəcək şikardan əlavəsini gedib ovlamır. Ancaq biz acgözlük doymuruq. Bu dərk etmə insanoğluna biraz yükdür. Başqa nədən bəhs etmək olar? Həqiqətən insanoğlunu bu iki sual çox həyatı boyu məşğul edib. Mən niyə buradayam və öləndən sonra hara gedəcəm? Əgər səhrada bir gölməçə axtarmaq istəyirsinizsə, özünüzü biraz daha dərin
səviyyə aparmaq istəyirsinizsə, siz deyirsinizsə mən yorulmağa hazıram, başımı ağrıtmağa hazıram, cavab tapmamağa da hazıram. O zaman fəlsəfə, elm, fizika bu sahələrə yönəlib öz cavablarınızı axtara bilərsiniz. Yox, deyirsinizsə mənə əslində lazım deyil, mən sadəcə həyatımı yaşamaq istəyirəm. Yəni sadəcə mən fokusumu yaşamağa vermək istəyirəm. O qədər də çox şüur qazanmaq istəmirəm, çünki onun ağırlığının altında əzilərəm bir müddət sonra. Çünki həqiqətən cahillik xoşbəxtlik olur. Çünki nə qədər çox az şeyin fərqinə vardıqca insan o qədər özünü o fərqindəliyin yükü altından xilas eləyir. Əgər siz deyirsinizsə, mən yaşama odaqlanmaq istəyirəm, o zaman dinlər də ola bilər. Ya da dinlər də tək gerçək ola bilər. Lap ən cahil insan da dinə inansın. Ən professor insan da məsəl üçün dinə inansın. Yenə eyni orta məxrəcə gəlib çıxa bilərlər. Dinlər də gerçək ola bilər. Amma mənim nəzərimcə o qədər əslində hal-hazırda bulunduğum durumda o qədər gerçək görsənmirlər. Məncə bu qədər yetər. Bu əslində biraz bütün mövzuları bir-birinə şorba etdim, əslində çox qarışdırdım, amma irəliləyən videolarda əslində biraz daha özən göstərə bilərəm, biraz daha nizami intizamda biraz mövzulara toxuna bilərəm. Hələlik bu qədər olsun. Görüşənədək o zaman. Xudahafiz.